Hədisdə var, kim evdən çıxsa, Bismillah və billah, əla millət Rasulillah desə, bütün mələklər onun istəyini yerinə yetirməkdə sanki vəzifələnərlər ki, ona kömək eləsinlər. Görürsən, bu zikr səndə bu aləmi hərəkətə gətirir. Sanki bu aləmin batində komanda verirsən. Hamı deyir, nəsə bir nəfər bizə işi düşdü. Bütün bir dənə güc, qüdrət arxonda gəlir. Lillahi cunudus semavatı vəl ard. Zaten bütün aləm onun qoşunudur. Sanki bütün mələkut çevrilir sənin arxonda dayanıb. Adam özünü zəif hiss edir. İnsan bunu bir müddətdən sonra görməyə başlayır, deyir. Duymağa başlayır bunu. Ona görə dağdır, dağ. Baxın Peyğəmbərlərin söhbətinə, deyir, bütün gücünüzü qoyun ortaya, narahat deyilik. Bu sözü necə demək olar ki? Bu yalnız bilgi ilə deyiləsi söz deyil, bu həqiqət aləmi ilə ünsiyyət qurmasın, elə belə deyərsən. Qarşı tərəfin gözünün odunu almaq üçün, amma içində qorxarsan.